Bugün sizinle gördüğünüz bu sualın izahına bakacağız. İlk önce üçbucağın şeklini çekirik ve verilenleri qeyd edək. İlk önce tərəfləri, nöqtələri qeyd edək. M, K, N. Bucaqlar 75 dərəcə, 60 dərəcə, tərəfimiz 8 köklü 2'ye bərabərdir. Və bizdən bu üçbucağın xaricinə çəkilmiş çevrənin radius uzunluğunu istəyir. El bərabərdir sual yazırıq. İndi isə bu suala baxdıqda ilk öncə ağlımıza sinuslar teoremi gəlir və sinuslar teoreminin tuturunu bilirik ki, x bölünsün sinus alfa bərabərdir y bölünsün sinus beta bərabərdir z bölünsün sinus gamma və bildiyimiz kimi bu da bərabərdir 2 kere. Və ilk öncə onu da qeyd edək ki, çevrənin uzunluğu 2 pi-yə bərabərdir. Yəni uzunluğu tapmaq üçün biz radiusu tapmalıyıq. İndi isə buna baxaq. Biz buradan K bucağını tapmalıyıq. Çünki K bucağının qarşısında duran tərəf məlumdur bizə. Və bildiyimiz kimi üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olduğu üçün 60 plus 75 bucağa da bir dənə alfa desək, plus alfa bərabərdir 180 dərəcəyə, 135 plus alfa bərabərdir 180 dərəcə, alfa bərabərdir 45 dərəcə olduğunu taparıq. İndi isə yaza bilərik. 8 bölünsün 8 köklü 2 bölünsün sinus 45 dərəcə tapmışdır. Bu da bərabərdir 2 kere. İndi isə sinus 45 dərəcədə bilirik ki, köklü 2 bölü 2 alır. Yəni 8 köklü 2 bölünsün köklü 2 bölü 2. Bu da bərabərdir 2 kere. Buradan köklü 2'ler iktisar gelir. Qalır 8 bərabərdir. Çarpaz vursaq 2 vurulsun 2'də 1 vurulsun erə. 2'ler iktisar gedər. Er də bərabər olar 8'ə. İndi isə tuturda gətirib yerinə qoysaq, el bərabərdir 2 pi erə. 2 pi vurulsun 8. Yəni cavabımız olur 16 pi.